Salam hörmətli izləyicilərimiz. 23-cü ay 2025-ci il Novruz bayram günlərində növbəti bazar çəkilişimiz. İlk avtomobilimiz BMW F10 2014-cü ildir. Avtomobil 2 litrlik turbo benzin mühərriklə təchiz olunub. 267 min kilometr avtomobilin orijinal yürüşü var. Qiyməti 30 min manatdır. Əlaqə nömrəsi 077 346 1037. Mən sizə avtomobili tam nümayiş edeyim. Lük var. Yaddaşlı oturacaqlar. Güzgülər elektron tənzimlənən və qatlanan. Qara dəri salon. Oturacaqlar elektron tənzimlənən. VIN kodu çəkirəm. Baxa bilərsiniz. İşıq sensoru var. Multisükan, sükanda multimediya və cruise kontrol idarə olunması. Yağış sensoru var. Avtomobilin sükan elektron tənzimlənən sükandır. Sport, komfort sürüş rejimləri, multimediya joystiki, 2 zonalı klimat kontrol kondisioner, start-stopla mühərrikin işə salınması, monitoru, arxa kamerası və s. funksiyaları mövcuddur. Sükanın arxasında plus-minus kəpənəklər var. Tiptronikin idarə olunması üçün. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Sonata modelidir. Avtomobilin buraxılış ili 2005-ci ildir. Mühərrik 2.4 litrlik benzin mühərrikdir. Maşının yürüşü 298 min kilometr. Qiyməti 11.900 manat. Əlaqə nömrəsi 051 625 0005. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Arxa kamerası, avtomobilin yeni Sonatanın diskləri, salonuna baxaq. Multisükandır, sükandan multimediya idarə olunması var. Güzgülər elektron tənzimlənən güzgülərdir. Avtomat sürətlər qutusu, sadə kondisioner, monitoru, Android monitor və arxa kamera. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Kia Soul modelidir. Avtomobilin buraxılış ili 2016-cı ildir. Mühərrik 1.6 litrlik benzin mühərrikdir. Maşının yürüşü 162 min mil. Avtomobilin qiyməti 18.800 manat. Əlaqə nömrəsi 077 145 51 55. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mən sizə maşını tam nümayiş edeyim. Arxa kamerası, salonuna baxaq. Güzgülər elektron tənzimlənən güzgülər, multisükandır, sükandan multimediya idarə olunması, cruise kontrol, yəni avtopilotun idarə olunması var. Avtomobilin işıq sensoru var. Parça salon, VIN kodu çəkirəm, istəyən baxa bilər. Avtomat sürətlər qutusu, USB AUX çıxışlar, sadə kondisioner sistemi, sadə multimediya sistemi, Bluetooth-la multimediya sisteminə qoşulmaq mümkündür. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Kia K5 modelidir. Avtomobilin buraxılış ili 2021-ci ildir. Mühərrik 1.6 litrlik turbo benzin mühərrikdir. Avtomobilin 118 min kilometr yürüşü var. Qiyməti 39 min manat deyilir. Real alıcı olsa qiymətdə danışmaq olar. Əlaqə nömrəsi 055 785 56 58. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Maşını tam sizə nümayiş edeyim. Damı panorama lük. Qapıda açarsız daxil olma, güzgüdə kör zona xəbərdarlığı, qırmızı qara dəri salon, oturacaqlar elektron tənzimlənən oturacaqlar, güzgülər elektron tənzimlənən, VIN kodu çəkirəm, istəyən baxa bilər. Zolaq tanıma funksiyası, multisükandır, sükanda multimediyanın və cruise kontrol, yəni avtopilotun idarə olunması var, işıq sensoru var. Avtomobilin
böyük monitoru, 2 zonalı klimat kontrol kondisioner, elektron ələyləci və avtohold funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobilimiz yenə Kia K5 modelidir. Avtomobilin buraxılış ili bu dəfə 2020-ci ildir. Mühərrik 1.6 litrlik turbo benzin mühərrikdir. Avtomobilin yürüyüşü 92.000 kilometr. Qiyməti 37.500 manat. Əlaqə nömrəsi 051 362 16 46. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Arxa kamerası, arxa parktroniklər, tam panoramik şüşə tavan, qapıda açarsız daxil olma, güzgülərdə kör zona xəbərdarlığı, 2 ədəd yaddaş paketi, mebelli işləmələr, güzgülər elektron tənzimlənən güzgülərdir, qara dəri salon, oturacaqlar elektron tənzimlənən, Win kodu çəkirəm, istəyən olsa baxa bilər. Zolaq saxlama funksiyası, bagajın salonun açılması, multisükandır. Sükanda multimediyanın və cruise kontrol, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var. Avtomobilin böyük monitoru, arxa kamerası, start stopla mühərrikin işə salınması, 2 zonalı klimat kontrol kondisioneri, elektron ələyləci avtohold funksiyası, oturacaqların qızdırıcısı və soyuducusu da var, sükanın qızdırılması var, sürüş rejimləri var və s. funksiyaları mövcuddur. Daha ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Sonata modelidir. Avtomobilin texpasportu 2020-ci il, VIN kod 2021-ci ildir. 1.6 litrlik turbo benzin mühərrikə təchiz olunub. 41.000 kilometr orijinal yürüyüşü var. Avtomobilin qiyməti 36.500 manat. Əlaqə nömrəsi 099 988 85 55. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Maşını sizə tam nümayiş edeyim. Qapıda açarsız daxil olma var. Güzgüdə kör zona xəbərdarlığı var. Kombinə olunmuş dəri salon. Avtomobildə oturacaqlar elektron tənzimlənən oturacaqlardır. VIN kodu çəkirəm. İstəyən olsa baxa bilər. Güzgülər elektron tənzimlənən güzgülərdir. Zolaq tanıma funksiyası var. Elektron ələyləci, multisükandır. Sükandan multimediyanın və cruise kontrol, yəni avtopilotun idarə olunması var. Avtomobilin işıq sensoru, sürüş rejimləri, avtohold funksiyası, sürətlər qutusu elektron, yəni düymə ilə idarə olunan, 2 zonalı klimat kontrol kondisioneri, monitor, arxa kamerası və start stopla mühərrikin işə salınması. Simsiz şarj hissəsi də mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Kona modelidir. Avtomobilin buraxılış ili 2018-ci ildir. Mühərrik 1.6 litrlik benzin mühərrikdir. Koreyadan gətirmə maşındır. Sport modelə yığılıb. 1.6 litrlik benzin mühərrikə təchiz olunub. 91.000 kilometr avtomobilin yürüyüşü var. Qiyməti 32.000 manatdır. Əlaqə nömrəsi 051 522 22 51. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Qapıda açarsız daxil olması, güzgülərdə kör zona xəbərdarlığı, lüku var. Avtomobilin qırmızı işləmələr, güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Kör zonanın düyməsi, zolaq tanıma funksiyası, qara dəri salondur. Avtomobil VIN kodu çəkirəm, istəyən baxa bilər. Koreyadan gəlmədir. Multisükandır. Sükanda multimediyanın və cruise kontrol, yəni avtopilotun idarə olunması var. Avtomobilin işıq sensoru var. Sükanın arxasında plus minus kəpənəklər, Tiptronikin idarə olunması üçün. Sürüş rejimləri,
oturacaqların qızdırıcısı, kondisioner sistemi, monitor, arxa kamera və s. funksiyaları mövcuddur. 91.543 kilometr yürüşü var. Növbəti avtomobil Mercedes E220 modelidir. Avtomobilin buraxılış ili 2007-ci ildir. Mühərrik 2.2 litrlik dizel mühərrikdir. Maşının yürüşü 397.000 kilometr. Qiyməti 18.800 manat. Əlaqə nömrəsi 070 233 44 74. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Maşının salonuna da baxaq. Lüku var. Güzgülər elektron tənzimlənən, işıq sensoru var. Avtomobilin parça salon, multisükan, sükanda multimediyanın idarə olunması var. Cruise control, yəni avtopilot var. Avtomobildə oturacaqların qızdırıcısı, 2 zonalı klimat kontrol kondisioneri və zavodskoy monitoru. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Mercedes E350 modelidir. Avtomobilin buraxılış ili 2008-ci ildir. Mühərrik 3.5 litrlik benzin mühərrikdir. 234.000 kilometr maşının yürüşü var. Qiyməti 20.500 manatdır. Sürətlər qutusu 7 pilləli sürətlər qutusudur. Sadə motordur. Avtomobildə əlaqə nömrəsi 051 575 0000. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Tam dolu maşındır. Lüku var. Qara dəri salon. Oturacaqlar elektron tənzimlənən və 3 ədədli yaddaş paketi, güzgülər elektron tənzimlənən, işıq sensoru var. Avtomobilin cruise control, yəni avtopilot, multisükandır, sükanda multimediyanın idarə olunması var. Oturacaqların qızdırıcısı və soyuducusu, 2 zonalı klimat kontrol kondisioneri və orijinal zavod monitoru. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Arxa oturacaqlarının da qızdırıcıları var. Növbəti avtomobil Hyundai Elantra modelidir. Avtomobilin buraxılış ili 2017-ci ildir. Mühərrik 2 litrlik benzin mühərrikdir. Avtomobilin yürüşü 140.000 mil. Qiyməti 20.500 manat. Əlaqə nömrəsi 055 202 53 81. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Arxa kamerası avtomobilin. Güzgüdə kör zona xəbərdarlığı. Güzgülər elektron tənzimlənən, kör zonanın düyməsi. VIN kodu çəkirəm, baxa bilərsiniz. Multisükandır, sükandan multimediya idarə olunması və cruise control, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var. Avtomobilin sürüş rejimləri, sadə kondisioner sistemi, monitor, arxa kamerası. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Elantra modelidir. Buraxılış ili 2019-cu ildir. Mühərrik 2 litrlik sadə benzin mühərrikdir. Sadə mühərrik, sadə sürətlər qutusu ilə təchiz olunub. 110.000 mil avtomobilin yürüşü var. Qiyməti 22.500 manat. Əlaqə nömrəsi 055 202 53 81. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Arxa kamerası bagajın üstündə yerləşdirilmiş formada. 2019 modellərdə. Güzgüdə kör zona xəbərdarlığı var. Güzgülər elektron tənzimlənən, kör zonanın düyməsi, zolaq tanıma funksiyası, parça salondur. Avtomobil VIN kodu çəkirəm. Multisükan, sükanda multimediya idarə olunması və cruise control, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var avtomobilin.
Sürüş rejimləri, AUX USB çıxışlar, sadə kondisioner sistemi, monitor, arxa kamerası. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil yenə Hyundai Elantra avtomobilidir. Avtomobilin buraxılış ili 2017-ci ildir. Mühərrik 2 litrlik sadə benzin mühərrikdir. Yürüşü 114.000 mil. Qiyməti 22.500 manat. Əlaqə nömrəsi 055 202 53 81. Tam full salondur bu avtomobil. Təkərləri təzədir. Salonuna baxaq. Lüku var maşının. Qapıda açarsız daxil olma. Güzgüdə kör zona xəbərdarlığı. Güzgülər elektron tənzimlənən güzgülər. Kör zonanın düyməsi. VIN kodu çəkirəm. Baxa bilərsiniz. Multisükandır. Sükanda multimedia idarə olunması və cruise control, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var avtomobilin. Oturacaqların qızdırıcısı, sürüş rejimləri, 2 zonalı klimat kontrol kondisioneri, start stopla mühərrikin işə salınması, monitoru, arxa kamerası və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti Elantramız avtomobilin buraxılış ili 2016-cı ildir. Mühərrik 2 litrlik sadə benzin mühərrikdir. Avtomobilin 115.000 mil yürüşü var. Qiyməti 21.000 manat. Əlaqə nömrəsi 055 202 53 81. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Salonuna da baxaq. Parça salondur. Multisükan, sükanda multimedia idarə olunması, cruise control, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var. VIN kodu çəkirəm. Baxa bilərsiniz. Sürüş rejimləri, sadə kondisioner sistemi, AUX USB çıxışlar, monitor və arxa kamera. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Toyota Prado modelidir. Avtomobilin buraxılış ili 2012-ci ildir. Mühərrik 2.7 litrlik benzin mühərrikdir. Yürüşü 179.000 kilometr. Orijinal yürüşdür. Qiyməti 37.000 manat. Əlaqə nömrəsi 050 399 45. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Maşına tam baxaq. Salamat. Adaptör zəif olsa, Salonuna baxaq. Qara dəri salon. Avtomobildə şüşə qaldıranlar, güzgülər elektron tənzimlənən, multisükandır. Android monitor, arxa kamerası, 2 zonalı klimat kontrol kondisioneri, 4 çəkən avtomobil və s. funksiyaları. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Kia Optima modelidir. Avtomobilin buraxılış ili 2011-ci ildir. Servis maşınıdır. 2 litrlik sadə mühərrikə təchiz olunub. Maşın 198.000 kilometr probegi, yəni yürüşü var. 23.000 manat qiyməti. Əlaqə nömrəsi 055 525 36 39. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Avtomobilin arxa kamerası, arxa parktronikləri, damı tam panoramik lükdür. Qapıda açarsız daxil olma. Salonuna baxaq. Qara dəri salon. Oturacaqlar elektron tənzimlənən oturacaqlardır. Yaddaş paketi var. 2 ədədli yaddaş paketi. Multisükandır. Sükandan multimediyanın və cruise control, yəni avtopilotun idarə olunması var. Avtomobilin həm işıq sensoru, həm yağış sensoru mövcuddur.
Oturacaqların qızdırıcısı və soyuducusu var. 2 zonalı klimat kontrol kondisioneri, Infinity səs sistemi olan multimediası və start-stopla mühərrikin işə salınması. Sükanın arxasında plus və minus kəpənəklər mövcuddur. Tiptronikin idarə olunması üçün. Növbəti avtomobil Chevrolet Cruze modelidir. Avtomobilin buraxılış ili 2012-ci ildir. Mühərrik 1.4 litrlik benzin mühərrikdir. Avtomobilin 290 min kilometr yürüyüşü var. Qiyməti 12.700 manat. Əlaqə nömrəsi 070 310 03 10. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşını tam sizə nümayiş edeyim. Salona baxaq. Qara dəri salon. VIN kodu çəkirəm. İşıq sensoru var. Avtomobilin multisükandır. Sükandan multimedia və cruise kontrolun idarə olunması var. Avtomobildə 2 zonalı klimat kontrol kondisioneri, oturacaqların qızdırıcısı, monitoru, arxa kamerası və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Kia Rio modelidir. Avtomobilin buraxılış ili 2013-cü ildir. Mühərrik 1.4 litrlik benzin mühərrikdir. Yürüyüşü 313 min kilometr. Qiyməti 15.500 manat. Əlaqə nömrəsi 055 210 91 16. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşının lüku var. Avtomobilin salonuna baxaq. Parça salon. Güzgülər elektron tənzimlənən güzgülərdir. Multisükan, sükanda multimedia və cruise kontrol, yəni avtopilotun idarə olunması. Avtomat sürətlər qutusu, sadə kondisioner sistemi, sadə multimedia sistemi. Avtomobilin işıq sensoru var. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Opel Astra modelidir. Avtomobilin buraxılış ili 2010-cu ildir. Mühərrik 1.4 litrlik benzin mühərrikdir. Avtomobilin yürüyüşü 238 min kilometr. Qiyməti 11.900 manat. Əlaqə nömrəsi 050 747 99 63. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşının salonuna da baxaq. Parça salon, 2 ədəd şüşə qaldıran, multisükan, mexaniki sürətlər qutusu və kondisioneri, sadə multimedia sistemi. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Chevrolet Cruze modelidir. Avtomobilin buraxılış ili 2015-ci ildir. Mühərrik 1.4 litrlik benzin mühərrikdir. Maşının yürüyüşü 244 min kilometr. Qiyməti 13.800 manat. Əlaqə nömrəsi 051 601 13 78. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşının salonuna da baxaq. Dəri salondur. Avtomobildə güzgülər elektron tənzimlənən 4 ədəd şüşə qaldırıcı. VIN kodu çəkirəm. Baxa bilərsiniz. Qara dəri salondur. Oturacaqlar elektron tənzimlənən oturacaqlar. İşıq sensoru var. Multisükandır. Sükandan multimedia və cruise kontrol, yəni avtopilotun idarə olunması var. Klimat kontrol kondisioneri, oturacaqların qızdırıcısı, monitor, arxa kamera və multimedia sistemi mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil
Chevrolet Cruze'dur. Yenə buraxılış ili 2011-ci ildir. Mühərrik 1.4 litrlik benzin mühərrikdir. 282.000 kilometr avtomobilin yürüyüşü var. Qiyməti 11.500 manat. Əlaqə nömrəsi 070 490 20 00. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Avtomobilin arxa kamerası, arxa parktronikləri, lüku var. Baxa bilərsiniz. Güzgülər elektron tənzimlənən 4 ədəd şüşə qaldırıcı, qara dəri salon, oturacaqlar elektron tənzimlənən, VIN kodu çəkirəm, istəyən baxa bilər. İşıq sensoru var, avtomobilin multisükandır, sükanda multimediyanın və cruise kontrolun, yəni avtopilotun idarə olunması var. Klimat kontrol kondisioneri, oturacaqların qızdırıcısı, böyük Android monitor və arxa kamera. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Hyundai Grandeur modelidir. Avtomobilin buraxılış ili 2015-ci ildir. Mühərrik 2.2 litrlik dizel mühərrikdir. Avtomobilin yürüyüşü 141.000 kilometr. Qiyməti 28.800 manat. Əlaqə nömrəsi 055 563 63 35. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşını sizə tam təqdim edeyim. Tam bez kraskadır. Heç bir detalına rəng dəyməyib. Qapıda açarsız daxil olma. Güzgüdə kör zona xəbərdarlığı. Qara dəri salondur. Oturacaqlar elektron tənzimlənən oturacaqlar. 2 ədəd yaddaş paketi var. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülər. Sürüş rejimləri, kör zonanın düyməsi, multisükan, sükanda multimediyanın idarə olunması, cruise kontrolun, yəni avtopilotun idarə olunması var. Sükanın qızdırılması, zolaq tanıma funksiyası, start-stopla mühərrikin işə salınması, işıq sensoru var avtomobilin, 2 zonalı klimat kontrol kondisioneri, bütün oturacaqların qızdırıcısı, qabaq oturacaqların həm qızdırıcısı, həm soyuducusu mövcuddur. Auto hold funksiyası, elektron ələyləci, 2 zonalı klimat kontrolu, monitoru, arxa kamerası və s. funksiyaları mövcuddur. Daha ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Sükan elektron tənzimlənən sükandır. Növbəti avtomobil Jaguar XF modelidir. Avtomobilin buraxılış ili 2012-ci ildir. Mühərrik 2.2 litrlik dizel mühərrikdir. Avtomobilin təkərləri təzə. 197.000 kilometr maşının yürüyüşü var. Qiyməti 20.000 manat. Əlaqə nömrəsi 055 433 44 31. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Arxa parktroniklər, arxa kamerası, maşının lüku var, açarsız daxil olması, güzgülər elektron tənzimlənən güzgülərdir, qara dəri salon, oturacaqlar elektron tənzimlənən oturacaqlar, bagajın salondan açılması, multisükandır, sükandan multimediyan və cruise kontrol, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var avtomobilin. Sürətlər qutusu belə formada, joystick formasındadır. Start-stopla mühərrikin işə salınması, klimat kontrol kondisioneri, elektron ələyləci və s. funksiyaları mövcuddur. Monitoru, sükanın arxasında plus, minus kəpənəklər, tiptronik idarə olunması üçün, ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Hyundai Elantra modelidir. Buraxılış ili 2017-ci ildir. Full versiyadadır. 2 litrlik sadə Dodge mühərriklə təchiz olunub. 118.000 mil avtomobilin yürüyüşü var. Qiyməti 23.300 manat. Qiymətdə razılaşmaq olacaq. Əlaqə nömrəsi 070 654 35 89.
Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşının lüku var. Qapıda açarsız daxil olması. Güzgüdə kör zona xəbərdarlığı. Salon güzgülər elektron tənzimlənən güzgülər. Kör zonanın düyməsi. Oturacaqlar parça. VIN kodu çəkirəm. İstəyən baxa bilər. Multisükandır. Sükanda multimediyanın idarə olunması və cruise control, yəni avtopilotun idarə olunması var. Avtomobilin işıq sensoru var. Oturacaqların qızdırıcısı, 2 zonalı klimat kontrol kondisioneri, monitor, arxa kamerası və start-stopla mühərrikin işə salınması. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Kia Forte modelidir. Avtomobilin buraxılış ili 2015-ci ildir. Mühərrik 1.8 litrlik benzin mühərrikdir. Avtomobilin 120.000 mil yürüşü var. Qiyməti 19.800 manat. Əlaqə nömrəsi 070 654 35 89. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Salona baxaq. Parça salondur. VIN kodu çəkirəm. İstəyən baxa bilər. Güzgülər elektron tənzimlənən güzgülərdir. Eko aktiv funksiyası, multisükan, sükanda multimediyanın və cruise kontrolun idarə olunması var. Avtomat sürətlər qutusu, sadə kondisioner sistemi, sadə multimediya sistemi. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur.